düşünmürəm ki, o dərəcədə belə deyək, hər şeyi bir tərəfə atıb doğrudan da saflaşdırılmış uran olan obyektə zərbələr endirilərdi. Çünki bunun nəticəsi ümumiyyətlə belə deyək, təsəvvür olunan bir şey deyil. Bütün regionun faktiki olaraq bu zərər görməsinə səbəb ola bilər. Emre bəy, siz necə düşünürsünüz? Saflaşdırılmış uranın olduğu ərazilərə Amerika Birləşmiş Ştatları doğrudan mı zərbələr indirdi? Çünki İran tərəfi də bir açıqlama verdi. Elə verilişin əvvəlində də qeyd etdim həmin məsələni ki, əgər Amerika Birləşmiş Ştatları bizə növbəti hücumu reallaşdırarsa, o zaman biz uranı 90%-ə qədər zənginləşdirəcəyik. Uranın da 90%-ə qədər zənginləşdirilməsi artıq silah istehsalı deməkdir. O zaman uran ehtiyatları daha belə deyək, dağıntıların altında deyil, hardasa başqa bir yerdə qorunur. Bəzi ekspertlər də deyirlər ki, bu uran ehtiyatları əslində İran coğrafiyasının daxilində Rusların nəzarəti altındadır. Siz nə düşünürsünüz bu haqda? Ben de birçok dış politika uzmanı gibi aynı kanaatteyim. İran'ın şu andaki uranyum zenginleştirme faaliyetleri Rusya tarafından güvence altına alındığını söylüyor. Çünkü Rusya ile İran arasında sadece enerji anlaşması halihazırda yok veya stratejik anlaşma, ortaklık yok. Uranyum zenginleştirme konusunda İran'la Rusya beraber çalıştıkları zaten halihazırda bunun Pentagon istihbarat raporlarında da var. Dolayısıyla her ne kadar 12 günlük savaşta bir Amerika Birleşik Devletleri Başkanı Donald Trump bizler uranyum tesislerini yerle yeksan ettik, işte artık uranyum üretemeyecek noktasına ifade etmişti. Bunu halihazırda zaten belki de bir noktada Alaska ziyaretinde bir pazarlık unsuru maddelerine de eklemek mümkün. Çünkü biliyorsunuz geçtiğimiz yıl Alaska'da Trump'la Putin arasında çok kritik bir görüşme gerçekleşti. Bu sadece Rusya-Ukrayna ile ilgili bir sınırlı kaldığını söylemek biraz hafif olur. Dolayısıyla Rusya'nın hali hazırda uranyum zenginleştirmesiyle ilgili İran konusunda söz sahibi olduğunu ben de kanaat ediyorum. Çünkü Amerika Birleşik Devletleri'nin İran'a yönelik uranyum zenginleştirme pozunu her fırsatta kullanması Rusya açısından da oldukça önemli bir poz elde ettiği için burada aslında Amerika Birleşik Devletleri'ni şuraya sürüklemeye çalışıyorlar. Yani artık senin hegemonyan halihazırda nüfuz ağırlığın artık bir noktaya kadar. Dolayısıyla artık dünya çok kutuplu dünyaya gitmek zorunda. Dolayısıyla bizim de kartımızda İran'la birlikte ortak olarak da uranyum zenginleştirme kartı olduğunu zaman zaman Putin zaten yapmış olduğu açıklamalarla bunu ifade ediyor. Özellikle geçtiğimiz 9 Mayıs Zafer Bayramı konuşmalarının satır aralarında da öyle bir açıklamaları vardı ki Rusya Devlet Başkanı Putin'in İran'ın her türlü noktasına yani zenginleştirilmiş bence uranyum da buna dahildir. Birçok konuda Rusya İran arasında daha doğrusu inanılmaz derecede bir işbirliğimiz var. Buna bir takım silahlar da dahil tarzında açıklaması. Bu sadece kamikaze drone anlaşması veya karşılıklı insansız hava savunma sistemlerinin birbirine verilmesi değil. Aslında burada kastettiği nokta bir noktada, bir ölçekte uranyumun da zenginleştirilmesi noktasında. Dolayısıyla burada bunun farkında olan bir ülkede kuşkusuz ki İsrail Başbakanı Netanyahu bunun tamamen söz konusu bu uranyum zenginleşme projeksiyonunun tamamen ortadan kaldırılması için baskı yapmıştı ABD Başkanı Trump'a. İşte bu yüzden baskı yaptı. Çünkü İsrail de bunun farkında. Rusya ile İran arasında zenginleştirilmiş uranyum konusunda da bir işbirliği var. Dolayısıyla tüm bu güçlü argüman aslında Trump'ın bir noktada elini kolunu bağlamış durumda. Şimdi şunu ifade etmekte yarar var Arzu Hanım. Hürmüz Boğazı ve tabii ki İran'ın geleceği, hatta Amerika Birleşik Devletleri'nin geleceği Pekin ziyaretine bağlı. Çok net. Dolayısıyla Amerika Birleşik Devletleri Başkanı zayıflamış bir Amerika Birleşik Devletleri Başkanı, Çin lideri Xi ile görüşecek. Şimdi geçtiğimiz yılki ziyarete baktığınızda Trump'ın elinde çok güçlü argümanlar var. Neydi? Gümrük konusunda, işte tarifeleri arttıracağı noktasında
güçlü bir argüman, güçlü bir Amerikan başkanı olarak giderken bugün yardım bekleyen, hatta yardım isteyen, acil olarak yardım isteyen bir Amerika Birleşik Devletleri Başkanı var. Dolayısıyla burada Amerika'nın yanlış bir stratejisi sonucu Çin'e İran konusunda arabuluculuk, çok güçlü bir arabuluculuk rolü verdi. Yani altın tepsiyi al dedi, sen bu konuya güçlü bir şekilde dahil ol dedi. Bu da Amerika'nın halihazırda İran'a yönelik yapmış olduğu yanlış stratejinin en büyük geri dönülmez, onu da altını çizerim, geri dönülmez bir hatası olduğunu ifade etmekte yarar var. Şunu da eklemek istiyorum. Dünya artık Arzu Hanım, belki Reşat Bey de illaki hak verecektir. Dünya artık İkinci Dünya Savaşı'ndan sonraki bir dünya yok. Yani Amerikan hegemonyası bütün coğrafyada bir Amerikan hegemonyası yok. Bugün İran Savaşı ve tabii ki akabinde devam eden Hürmüz kriziyle birlikte artık tedarik zinciri noktaları değişecek. Fosil yakıttan başka bir enerji boyutuna artık geçecek. Dolayısıyla ticaret yolları artık seçenekler daha fazla seçenek haline gelecek ve Hürmüz Boğazı'nı önümüzdeki süreçte plan şu. Buna Avrupa'da dahil. Hürmüz Boğazı'nı pas geçecek yeni bir enerji koridoru için şu anda tüm dünya çalışıyor. Onu net bir şekilde görüyoruz. Gerek diplomatik olarak, gerek sahada, gerekse Avrupa'dan gelen açıklamalar tüm bunları gösteriyor. Dolayısıyla artık dünya eski düzeni bir noktada geriye bırakmak zorunda kalacak bir zamanlamaya doğru hızlı bir şekilde yuvarlandığımızı, hızlı bir şekilde girdiğimizde ifade edelim. Şimdi Çin'i neden dedim? Çin oldukça gerçekten önemli bir nokta. Amerika Birleşik Devletleri Başkanı bu işi bitirelim diyecek Çin'e. Muhtemelen senaryo bu. Yani İran meselesini bitirək diyecek. Evet. Şu İran meselesini bitirelim. Sen de bize yardım et bu konuda. Çin neyin karşılığında yardım edecek? Amerika Birleşik Devletleri'ne. Ben bu noktada geliyorum. Tayvan meselesi olabilir mi? Sen bana Tayvan'ı verirsen ben de sana bu konuda yardımcı olurum diyecek. Dolayısıyla Tayvan'ın stratejik öneminden de zaten her türlü bahsediyoruz ortalama. Şimdi bütün enerji kaynaklarını ele geçirmek suretiyle müthiş bir strateji izliyor şu an Çin. Küresel ölçekte teknolojiyi de elinde bulundurduğuna göre şu anda Çin işte yüksek marjinalli dronlar, insansız hava araçları, robotlar, robotik gibi birçok teknoloji argümanı da elinde. Tayvan'a bu noktada ihtiyacı var. Çünkü Tayvan dünya genelinde %86 oranında çip üreten tek merkez. Dolayısıyla hem ticari boyutta bunu istiyor, hem jeostratejik açıdan Tayvan'ı istiyor, hem de önümüzdeki projeksiyonda Tayvan'la birlikte Pasifik'te nüfusunu daha da arttırabilecek bir uydu devletine ihtiyacı var Çin'in. Dolayısıyla tüm bu perspektife bakıldığı zaman ABD Başkanı Donald Trump'a diyeceği tek nokta bu. Amma perspektivə biraz Emre Bey daha geniş baxdığımız zaman istəyirəm Rəşad müəllimə sual verək bu istiqamətdə. İran da əslində Çin üçün geostrateji baxımdan olduqca önəmlidir. Yəni Çin İranı Tayvan üçün bu nöqtədə Birləşmiş Ştatlara güzəştə gedərmi belə deyək? Əvvəl bayaq dediyiniz məsələyə mən də fikirlərimi bildirim. Əmrə bəy qeyd elədi. Mən biraz fərqli düşünürəm. Düzdür, Rusiya ilə İran arasında nüvə proqramı ilə bağlı çox güclü əməkdaşlıq danılmazdı. Yəni bu baş verir. Amma prinsip etibarilə Rusiya özü belə İranın nüvə silahına malik olmasını istəmir. Bəli. Yəni bu baxımdan hər nə qədər bu günləri hətta o zənginləşdirilmiş uran Rusiyanın nəzarətində olsa belə, hər nə qədər belə deyək, İran onun 90%-ə qədər saflaşdırılması və nəticə etibarilə nüvə silahına malik olma kimi bəyanatlarla çıxış etsə belə, bu günləri nə Rusiyanın belə bir imkan yaradacağı inandırıcı deyil, Bəli, nə də İranın özünün belə bir imkanı olacağını düşünmürəm. Çünki İranın əlində o imkan olsaydı ki, uranı 90%-ə qədər saflaşdırsın, onu artıq eləyərdi və Amerika Birləşmiş Ştatlarına da meydan oxuyardı. O zaman belə bir açıqlamanın verilməsi İran tərəfindən psixoloji bir müharibənin hissəsi ola bilər. Bu, belə deyək, bu açıqlamanın verilməsinin özü belə, İranda vahid bir hakimiyyət yoxdur deyənə, müxtəlif tərəflər müxtəlif bəyanatlarla çıxış edirlər. Yəni, əslində bu müharibənin, 40 günlük müharibənin başlamasının əsas səbəblərindən biri də elə Ərəqçinin o danışıqlar masasında birdən-birə bizim əlimizdə bu qədər saflaşdırılmış
uran var və o 12-14 nüvə başlığı hazırlamağa yetərlidir kimi bəyanatı nəticədə bu və digər şəkildə Amerika Birləşmiş Ştatlarının belə deyək, hücum etməsinə bəhanə oldu prinsipi etibarilə. İndi də bu cür bəyanatlar... Bu bəhanəni İran bilərəkdən verdi görəsən Birləşmiş Ştatlarına. Niyə belə bir açıqlama verdi? İran əslində ondan sonra açıqlama verdi Ərəqçi və bildirdi ki, mən əslində demək istəyirdim ki, bizim nüvə silahı hazırlamaq kimi bir fikrimiz yoxdur. Olsaydı biz bunu çoxdan edərdik. Yəni mən o mənada bunu demişəm. Yəni söhbət ondan getmir, söhbət ondan gedir ki, bu günləri bu cür bəyanatlarla çıxış etmək faktiki olaraq belə deyək, İrana özünə əlavə həm beynəlxalq ictimai rəydə, həm Amerika Birləşmiş Ştatları ətrafında koalisiyanın genişlənməsində və s. də belə deyək, real imkanlar yaradır. O baxımdan əslində İran tərəfi çəkinməlidir bu cür bəyanatlarla çıxış etməklə. Daxili auditoriyaya hesablanmış bəyanatlar. Daxili auditoriya üçün deyə bilərsən, biz güclüyük, biz qorxmuruq, bizim imkanlarımız var, amma bir tərəfdən də hər gün onda o bəyanatı da verməməlisən ki, İranda nüvə silahı haram elan olunur. Və İran'ın aslında bu tür açıklamalar yapmasının en büyük sebeplerinden bir tanesi de şu aslında. Şimdi savaşın başından beri dikkate aldığı zaman savaşın başından bu yana birçok kozu İran artık eline aldı. Bunu Amerika Birleşik Devletleri'nin Amerikalı kendi dış politika uzmanları da söylüyor. Burada diyor ki artık İran'ın eli oldukça güçlü. Şimdi şu açıklamanın farkında İran. Onun için bu kadar sert açıklamalar da yapıyor. Şimdi dünya artık Amerika Birleşik Devletleri'nin gücünün sınırlı olduğunu fark etti. Yani artık fütursuzca bir gücünün olmadığını, bir gücünün de sınırlı olduğunu fark etti. Dolayısıyla bunu fark eden İran şu imajı veriyor şu anda tüm küresel ölçekte. Savaşın, ikinci bir kez savaşın çıkması, yani yeni bir harbin çıkması şu saatten sonra aslında Amerika'nın korktuğu, İran'ın korkmadığını göstermeye çalışıyor. Bu açıklamaların altına yapmasının sebeplerinin en büyük özelliklerinden bir tanesi bu. Şu anda genel çerçeveye bakıldığında savaştan daha çok korkan, yeniden bir savaş çıkacağı korkusu şu an Amerika Birleşik Devletleri'nde aslında. Neden böyle söylüyorum? Çünkü bakın bugün Amerika Birleşik Devletleri Başkanı Donald Trump iç siyasi baskı altında. Bu çok ciddi bir şekilde de hissedilmeye başladı. Amerika Birleşik Devletleri'nin tarihin enflasyon oranında bugün açıklandı. Son tarihinde böyle bir enflasyon yükseldiği görülmemiş. Dolayısıyla bu iç baskılar arttıkça Trump'ın manevra alanı da gittikçe daralmaya başladı. Şimdi Trump'a bir zafer lazım. Trump'a nasıl bir zafer lazım? Dünyadaki istikrarı koruyabilecek. Ondan sonra bunun yanı sıra tekrardan Amerika'nın güvenli bir ülke olduğunu sağlayabileceği bir barış ve bir zafer lazım. Bundan başka, çünkü Amerika'nın elinde argüman kalmadı. Bakın bugün Sizcə Amerikanın əlində arqument qalmayıb? Təbii ki, baxın, söhbət biz nədən gedir? Söhbət ondan gedir ki, təbii ki, biz Amerika Birləşmiş Ştatlarıyla İranın gücünü bir masaya qoya bilməliyik. Yəni birinin ən azından hərbi büdcəsi baxımından bu mümkün olmayan bir şeydir. Mənə elə gəlir ki, Birləşmiş Ştatlar sadəcə maraqlı deyil ki, İran dağılsın, çöksün. Yox, İranın dağılmasında təbii ki, İran parçalanmasında maraqlı deyil. Bunlar öz yerində. Təbii ki, Amerika Birləşmiş Ştatlarının marağında odur ki, onun nəzarətində olan bir hakimiyyət formalaşsın və rahat şəkildə də o İrandan istədiyini əldə etsin. Təbii sərvətlər baxımından, digər məsələlər baxımından və s. baxımından. Yəni, ana istək təbii ki, bundan ibarətdir. Amma prinsip etibarilə bu günləri Amerika Birləşmiş Ştatlarının İranla bağlı istədiyi addımları ata bilməməsinin səbəbi, Əmrə bəy dediyi kimi, birinci, İranın asimetrik müharibədən çox məharətlə istifadə etməsindən qaynaqlanır. Yəni, bu günləri təsəvvür edin də Hörmüz blokadası, təkcə Hörmüz blokadası dünyada neftin qiymətlərini bilirik ki, nə qədər qaldırdı. Nəticə etibarilə... Amma bu İran iqtisadiyyatı üçün də zərbədir. Bax, deyəcəm onda. Nəticə etibarilə birinci mərhələdə nə baş verdi? Birinci mərhələdə Körfəz ölkələrinin, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının Asiyadakı müttəfiqlərinin hamısının bir təzyiqi Amerika Birləşmiş Ştatlarının üzərinə başladı ki, yəni sən nə edirsən? Nəticə etibarilə biz ziyan görürük. Üstündən biraz keçdi, artıq bunun təsirini, iqtisadi təsirini Amerika Birləşmiş Ştatları özündə də hiss eləməyə başladı.
dizel və benzin yanacağının qiymətinin 39%-a yaxın artımı əslində böyük bir rəqəm idi Amerika Birləşmiş Ştatları üçün. Bütün bunlar seçki ilində baş verdiyindən, bütün bunlar Amerika Birləşmiş Ştatlarında noyabrda, aralıq seçkilərində, hansı ki Trump üçün bir nömrəli bu dəqiqə vəzifədən biridir. Çünki onsuz da səs farqı çox cüzidir respublikaçılarla demokratlar arasında və aralıq seçkilərdə demokratların bu və digər şəkildə konqresdə üstünlük qazanması faktiki olaraq Trumpla bağlı impeachment və digər məsələlərin ortaya çıxmasına gətirib çıxara bilər və Trumpın əl-qolunu bağlaya bilər ümumiyyətlə siyasi baxımdan. O baxımdan Trump bütün bunları nəzərə alaraq indiki mərhələdə belə deyək, aktiv hərbi əməliyyatlarda maraqlı deyil. Yəni deyirəm, əgər Trump bilsəydi ki, qısa bir zaman kəsiyində istədiyinə nail olacaq, bu hərbi əməliyyatlara başlayardı. Burada baxın, qeyd olunan məsələ Çin faktoru. Bu günləri mən razı deyiləm ki, masaya Amerika Birləşmiş Ştatları Çindən daha zəif oturacaq Trumpla Xi Jinping arasında olan görüşə. Niyə? Bayaq mən boş yerə demədim ki, İran 4 dəfə bu müddət ərzində təkliflərlə çıxış etdi. Bəli. Və təkliflərin hamısında müxtəlif məsələlər olsa da, amma hamısında ana məsələ var idi, dəniz blokadasının götürülməsi. Çünki Amerika Birləşmiş Ştatları dəniz blokadasını təkcə İrana qarşı tətbiq eləməyib. Həm də Çinə qarşı. Dəniz blokadası faktiki olaraq Körfəzdən enerji məhsullarının böyük həcmdə alıcısı olan Çinə qarşı tətbiq olunub və nə təklif verirlər versin, hətta belə deyək, bütün zənginləşdirilmiş uranı bu dəqiqə sənə verməyə hazıram mesajı versəydi belə İran tərəfi, Amerika Birləşmiş Ştatları Çinlə səfərdən öncə həmin təklifləri qəbul etməyəcəkdi. Baxın, Qalibov dünənləri bəyanatla çıxış eləyir və deyir ki, bu bizim verdiyimiz son təkliflərdir. Bundan o yana güzəşt olmayacaq. Amerika Birləşmiş Ştatları deyir ki, sənin verdiyin son təkliflər belə mənim üçün məqbul deyil. Çünki Amerika Birləşmiş Ştatları Çinə səfərdə Trump dəniz blokadasını masaya əlində bir kart olaraq aparmaq istəyir və danışıqlarda Çindən istədiklərini, Çini güzəştlərə məcbur etmək, Çindən bu və ya digər şəkildə o iqtisadi qazancı əldə etmək üçün İrana qarşı olan, görünən İrana qarşı tətbiq olunan dəniz blokadasından birkaç kimi istifadə eləmək istəyir. İndi Tayvan məsələsi bu nöqtədə tərəflər arasında bazarlıq mövzusuna siz dediğiniz suala gəlirəm. Mən düşünmürəm ki, açığı, nə Amerika Birləşmiş Ştatları, yəni bu günləri təsəvvür edin, Tayvanı verdim, Tayvanla mənim işim olmayacaq, Amerika Birləşmiş Ştatlarının deməsi, bu Çinin yanında Çin üçün daimi təhlükə olaraq saxladığın, daim maliyyələşdirdiyin, daim silah-sursat ötürdüyün və s. bir oyuncudan faktiki olaraq imtina etmən deməkdir. Yəni sabahları Çin iqtisadiyyatı son ildə, əgər statistika ilə baxsaq, Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatını bir 10-15 ildən sonra avtomatik olaraq belə deyək, üstələyəcək. Bu günləri Çinin belə deyək, ümumi ticarət dövriyyəsi təqribən 5,6 trilyon dollardır. Amerika Birləşmiş Ştatlarının ticarət dövriyyəsi də 6,5 trilyon dollardır. Yəni bir-birindən elə də böyük belə deyək, fərqləri yoxdur. Və nəticə etibarilə sabahları Çinin daha da böyüyəcəyi, daha da inkişaf eləyəcəyi və s. perspektivi olduqca böyükdür. O baxımdan mən düşünmürəm ki, mən Tayvanla üzülüşürəm, sən də İran məsələsindən kənarda dur kimi bir bazarlıq predmeti olsun. İkinci bir tərəfdən Çinin Tayvan bu günləri böyük ölçüdə Çinə hələ ki təhlükəli səviyyədə deyil. Beynəlxalq birlik, o cümlədən də Amerika Birləşmiş Ştatları Tayvanı Çinin ərazisi olaraq tanıyır. Bir dövlət prinsipini hər kəs qəbul eləyir və bu heç kimdə belə deyək, müzakirə predmeti deyil. Bunun əksini heç kim ortaya qoymur. Və bu günləri bütün bunların fonunda Çinin belə deyək, kifayət qədər yaxşı bildiyi halda ki, İranın bu və ya digər şəkildə əldən getməsi nəticə etibarilə enerji resursları və s. baxımından Çinin özü üçün mənfi nəticələrə yatırıb çıxaracaq. Sabahları Amerika Birləşmiş Ştatları Venezueladan sonra İranda da oturması faktiki olaraq bu enerji şəbəkəsini öz əlində saxlaması deməkdir və Çini özündən asılı vəziyyətə salması deməkdir. Bütün bunların fonunda mən Çinin də bu bazarlığa getməyəcəyi qənaətindəyəm. Amma nə ola bilər? Bu gün Çin üçün prioritet özünün iqtisadi maraqlarıdırsa və Çin də bu və ya digər şəkildə problemləri
danışıqlar yolu ilə və güzəştlərə getməklə həll etməyin tərəfdarı qismində çıxış eləyib indiyə qədər. O baxımdan indi Amerika Birləşmiş Ştatları üçün vacib olan 3 məsələ var bu görüşdə. Onun biri, belə deyək, təzyiq predmetidir, yəni Tayvan məsələsidir. İkincisi, İran məsələsidir, Yaxın Şərq məsələsi. Üçüncüsü, Çinlə Amerika Birləşmiş Ştatları arasında olan ticarət balansında olan dizbalansın aradan qaldırılması. Amerika Birləşmiş Ştatları üçün prioritet budur. Yəni, sən bizim indi ticarət dövriyyəmiz 600 milyard dollardır. Mən səndən 400 milyard dollarlıq məhsul alıram hər il. Sən məndən 200 milyard dollar. Bu dizbalans yaradır. Nəticə etibarilə bunun balanslaşdırılmasıdır. Bu günlər Trump üçün vacib olan bir nömrəli məsələ budur. Bunda güzəştə edə bilər Çin. Bu və ya digər şəkildə biz bundan əvvəlki dövrdə də, Trumpın birinci hakimiyyət dövründə də bu cür oxşar mübahisə zamanı Çinin güzəştə etdiyini və konkret sazişlər imzaladığını hər il əlavə olaraq Amerika Birləşmiş Ştatlarından daha çox məhsul alacağı ilə bağlı öhdəlik götürdüyünü bilirik. Bu günləri də dəniz blokadasının götürülməsi fonunda Çinin İrana təsiri etmə potensialı da kifayət qədər yüksəkdir. Bu günləri iqtisadi cəhətdən boğulan İran faktiki olaraq Çindən maksimum şəkildə asılı vəziyyətə düşür. O baxımdan Çin də İrana təsir edib, zəncirləşdirilmiş uranın 3-cü ölkəyə təhvil verilməsi fonunda bu eskalasiyanın aradan qaldırılması, yəni İran Hörmüz blokadasını götürür, Amerika Birləşmiş Ştatları dəniz blokadasını götürür, İran zəncirləşdirilmiş uranı hansısa belə deyək 3-cü tərəfə təhvil verir. Bununla eskalasiya riski aradan qaldırılır və nəticə etibarilə uzun müddətli bir danışıqlar başlayır. Bundan sonra, bu ilkin şərtlərin həllindən sonra. Uzun müddətli danışıqlar predmetində isə artıq İranın nüvə proqramının bundan sonra hansı şəkildə öz həllini tapması. Yəni, siz razısınızmı? Bu danışıqlar predmeti əsasən bunun əsasında keçiriləcək və düşünürəm ki, burada belə deyək, Çinin maksimum şəkildə biz növbəti mərhələdə İrana təsir etməsi ilə rastlaşacağıq. Siz də hesab edirsinizmi, Tayvan məsələsi Rəşad müəllim bildirdi ki, tərəflər arasında bazarlıq mövzusu olmayacaq. Əksinə, Amerika Birləşmiş Ştatlarının Çinə təzyiq aləti kimi istifadə olunacaq. Üstünə Əmrə bəy, bir ifadəni deyim, sonra siz fikrinizi bildirək. Baxın, nə baş verdi son 2 ayın ərzində. Amerika Birləşmiş Ştatları Tayvanda olan çip istehsalı şirkətləri ki var idi Amerika Birləşmiş Ştatlarının. Onlar hamısı birdən-birə Tayvandan çıxıb böyük ölçüdə başladılar Amerika Birləşmiş Ştatlarında fəaliyyəti davam etdirməyə. Amma səfər öncəsi Trump nə deyir? Trump deyir ki, biz Tayvanla yeni silah müqaviləsini imzalamağa hazırlaşırıq. Mən Tayvana daha çox silah verməyi planlaşdırıram. Bu faktiki olaraq belə deyək, Çinə təzyiqdir. Yəni, bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatları demək istəyir ki, sən düşünmə ki, mən Tayvanda istehsal olunan çiplərdən asılı vəziyyətdəyəm. Mən artıq bunu Amerika Birləşmiş Ştatlarının ərazisinə keçirib, bu istiqamətdə olan tələbatımı bu və ya digər şəkildə həll eləyəcəyəm. Sən gəl İranı razı sal ki, mən də blokadanı götürüm və sən də üstəlik öhdəlik götür ki, ticarət dizbalansımız aradan qaldırılacaq. O zaman mənim səninlə işim olmasın, sənin də məndən işin olmasın. Ne düşünürsünüz? Şimdi Reşat Bey'in açıklaması benim sizle işim olmasın, sizde benimle işim olmasını doldurmak lazım aslında. Şimdi öncelikle Tayvan Amerika Birleşik Devletleri için hani Çin'e karşı bir set olarak önlem oluyor ama Çin olarak da Tayvan bir milli dava, milli mesele. Dolayısıyla bugün nasıl bizim Türkiye açısından Kuzey Kıbrıs Türk Cumhuriyeti bizim için kırmızı çizgisi Rumlara karşı. Bir zamanlarda Can Azerbaycan'ın kırmızı çizgisi Karabağ'da. Bugün çok şükür Karabağ zaferle topraklara kattı. Yani tekrardan sahibine geldi. Şimdi Tayvan da aynı şekilde Çin için. Ben şunu da eklemek istiyorum. Tayvan'ın yanı sıra Küba meselesi de bana göre gündeme gelecek. Şimdi Amerika Birleşik Devletleri'nin stratejisi çok derin. ABD Başkanı Donald Trump birinci görevde yapmış olduğu, daha doğrusu yapamadıklarını ikinci göreve taşıdı. Onlardan bir tanesi de kuşkusuz ki Amerika Birleşik Devletleri'nin eski başkanı, eski Dışişleri Bakanı Henry Kissinger'ın bir sözü var. Bu da hatta kendisine Trump doktrini demişti. Aslında o doktrini Henry Kissinger'ın şu sözünden aldı.
dünyada eğer Amerika Birleşik Devletleri nüfuzunu yani küreselliğini devam ettirmek istiyorsa enerji hatlarına sahip olmak zorunda. Bunun kitabında en son cümlesi buydu. Dolayısıyla burada bir yandan Hürmüz, diğer yandan Panama'dan hak iddia eden, Panama geçişinden hak iddia eden Amerika Birleşik Devletleri, hali hazırda bir de burada Küba'yı da istiyor Amerika Birleşik Devletleri. İşte bu noktaları tamamen kendi eline bulundurduğu zaman Çin'i otomatikmen nüfusunu birçok noktada bloke etmek istiyor. Aslında Tayvan'ın yanı sıra bir noktada aslında Küba'da dillendirilebilir. Çünkü Küba'ya da yönünü çizecek. Ne demişti Amerika Birleşik Devletleri Başkanı Trump? İran meselesini hallettikten sonra sırada Küba var demişti. Küba'da da Çin var. Küba'da şu anda Amerika Birleşik Devletleri'nin manevra alanı dar. Neden? Bir zamanlar Sovyetler Birliği döneminde Rusya vardı. Oranın boşluğu şu anda Çin'de oldu. Dolayısıyla Küba'da çok stratejik açıdan önemli. Sadece petrol olması önemli değil. Oradan geçen güzergah, yani o ticaret yolunun elinde bulundurması bir kez daha Amerika Birleşik Devletleri'ni Hürmüz'den sonra Küba'da da karşı karşıya getirecek. Dolayısıyla Tayvan'la birlikte Küba meselesi de bence masada var. Çünkü Çin'in Küba'ya özgü çok büyük bir yatırım var. 4 tane istihbarat üssü var şu anda Küba'da. Dolayısıyla Çin Küba'dan ayrılmak istemeyecektir. Çin'in Küba'dan ayrılmak istemeyişinin en büyük sebebi orada dijital hatlarla, internet kablolarıyla birlikte dünya ticaretini ve dünya ticaretinden elde edilen paraların denetlemesi de bu şekilde sağlamış olacak eğer Çin burayı Küba'da daha fazla nüfus elde ederse. Evet. Dolayısıyla şimdi gelirsek Reşat Bey'in yapmış olduğu ifadede, o zaman bir noktada şunu Çin hesap edecek. Benim için Tayvan mı daha karlı yoksa Küba mı karlı? Aslında bir noktada bunun belki de ön bir muhasebesini de yapabilir Pekin yönetimi. Yani Küba alver predmeti olabilir ama İran heç bir halda. Yok, İran'la ilgili herhangi bir şey yok. Zaten İran konusunda ben de o konuda, yani ver İran'ı al Tayvan'ı noktasında bir raddeye gelmez. Yani bizim dediklərimizi təbii ki, Amerika Birləşmiş Ştatlarının strateji maraqlarını, sizin qeyd etdiyiniz, mənim qeyd etdiyim maraqları Çin də kifayət qədər yaxşı bilir və nəticə etibarilə başa düşür ki, bu günləri İranın da bu və digər şəkildə Amerika Birləşmiş Ştatlarının maraqlarını təmin etməsi, İranda öz maraqlarını təmin etməsi nəticədə böyük ölçüdə növbəti mərhələdə Çinin o çevrələnmə siyasətinin daha da belə deyək, intensivləşməsinə gətirib çıxaracaq. O baxımdan, yəni deyirəm, mən düşünmürəm ki, Çin burada bu və digər şəkildə bazarlıq predmeti eləsin İrana. Amma öz maraqları çərçivəsində, yəni bu günləri, yenə deyirəm, söhbət təkcə İranın neftindən və s. getmir ki, bu günləri dəniz blokadası səbəbi ilə və İranı da Hörmüzdə blokadaya saxlaması səbəbi ilə Körfəz ölkələrindən ümumiyyətlə bu məhsullar gedib Çinə çatmır. Yəni, təkcə İranın, belə deyək, xam malını alan ölkə deyil Çin. Körfəz ölkələrindən istehsal olunan və dünya bazarına çıxarılan məhsulun böyük həzmdə alıcısıdır və nəticə etibarilə bu günləri bu onun iqtisadiyyatına, bu günləri bu blokada Çinin iqtisadiyyatına olduqca böyük mənfi təsir göstərir. Ona görə də bu gün bir nömrəli prioritet bu blokadanın aradan götürülməsindən qaynaqlanır deyənə Çin maksimum şəkildə çalışacaq ki, bunu hansısa formada yoluna qoysun. İndi Amerika Birləşmiş Ştatları bu Çin səfərində Hörmüz boğazını əvvəlki statusuna qaytara biləcəkmi? Bu da əsas sualdır və Çin bu məsələdə Birləşmiş Ştatlara dəstək göstərəcəkmi? Bu sualı cavabını sizdən eşitmək istəyəcəm, amma biz Əmrə bəylə sağollaşmalıyıq. Əmrə bəy, sizə təşəkkür edirəm. Bilirəm, başqa işləriniz var, ona görə də sizinlə tez sağollaşırıq. Ben teşekkür ederim. Müsaade varsa bir kelime söyleyip veda etmek istiyorum. Buyurun. Önümüzdeki süreçte İran meselesi gerçekten bize birçok noktada değişiklikleri de beraberinde getirecek. Bugün Körfez ülkeleri yeni stratejik pattı kurmaya çalışacak. Bu çok net. Yani bizi sadece artık Amerika Birleşik Devletleri'nin tek şemsiyesi altında toplanmak bize bir şey ifade etmiyor deyip Körfez ülkeleri kendine yeni partnerler, yeni askeri işbirliği strateji oluşturacak bir takım ülkelere ihtiyaç duyacak. Burada ben şunu da ifade etmekte altını çiziyorum. NATO'da da bir patron değişiyle önümüzdeki süreçte çok ciddi anlamda yansıyabilir. Yani sadece İran'da kalmayacak bu savaş.